Azərbaycanda 2019-cu ildən qüvvədə olan qeyri-neft qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq. Turkistan.az məlumat verir ki, 2026-cı ildə aylıq gəliri 2500 manata qədər olanlar bunun 3% qədər vergi ödəyəcək. 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat plus 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat plus 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq. 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın 1-ədək 2500 manatadək aylıq gəlirdən 5%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat plus 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat plus 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq. 2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7%, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat plus 2500 manatdan 8000 manatadək olan məbləğin 10% və aylıq gəlir 8000 manatdan çox olarsa 725 manat plus 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisinə çıxılacaq. Qafqaz Info saytında sözü gedən məsələ ilə bağlı dərc olunan məqalədə qeyd edilir ki, hazırda Azərbaycanda əmək haqqı 200 manatdan çox olduqda 6 manat plus 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0,5% işsizlikdən sığorta haqqı, 2% isə icbari tibbi sığorta haqqı ödəyir. Layihəyə əsasən üzərinə 3% gəlir vergisi də əlavə olunarsa və DSMF ayırmalarına tutulan hissə dəyişməsə, vergidən tutulmalar aşağıdakı kimi olacaq. Məsələn, aylıq maaşınız 1000 manatdırsa, gəlir vergisi 30 manat, DSMF ayırmaları 86,00 manat, işsizlikdən sığorta haqqı 5,00 manat, icbari tibbi sığorta 20,00 manat, tam əmək haqqı 859 manat.